Rəbbə həmd olsun, əziz dostlar, hər vaxtınız xeyirli olsun, sülh olsun evlərinizdə, eşiklərinizdə. Rəbb İsa Məsihin adı ilə biz Bolu Yaşam Kilsəsi Gürcüstan, Tiflis şəhərindən sizi salamlayırıq. Sülh olsun. Hər birimizin ürəyimizi və düşüncəmizi Tanrımızın hər cür ağıldan üstün olan sülhü qorusun İsa Məsihin adı ilə. Amin, amin, amin. Halleluya. Biz yenə də 7-ci gün sizinlə görüşə gəldik. Və internet vasitəsilə canlı yayında bizə baxan və Tanrının işığına, Tanrının kəlamına, Tanrının adına görə yığılan hər bir bacı və qardaşlarımıza deyirik, Rəbb hər birinizi bol-bol xeyirdolasın və bərəkətləsin. Bugün 7-ci gündür. Kəlama görə Tanrı 7-ci günü xeyrdoladı, bərəkətlədi və təqdis etdi. Onun üçün də bu xeyrdolalı gündə bugünün xeyirdolasını, bərəkətini hər birimizin üzərinə bəyan edirik. Hər birimizin üzərində Tanrımızın bu gözəl gününün xeyrdolası, bərəkəti olsun, əziz dostlar. 7-ci günün bərəkəti, xeyrdolası böyükdür, biz bunu bilirik. Qalibiyyət günüdür, əziz dostlar. İsa Məsih məhz bugünün, 7-ci günün qalibiyyətin vasitəsilə bizləri də öz bədənində qalib etdi və o qalibiyyətin varisləriyik. Tanrı dedi ki, siz mənim artıq varislərimsiz. Əziz dostlar, bunun üçün biz heç nə etmədik. Biz Rəbdən imdad istəyirik, biz onu çağırırıq və Tanrı gəlir bizə, mümkün olmayanı göstərir. Hər kəs bir şeydə, bu həyatda bir şeydən qorxur. Bir şeydən, bütün insanlıq, yəni canlı bir varlıq bir şeydən qorxur, ölümdən qorxur. Onu da bizim üçün İsa Məsih yendi və bizə dedi ki, Rəbb dünyanı o qədər sevdi ki, yeganə oğlunu ona qurban verdi. Hər kəs bu qurbanı qəbul edərsə, ölməyəcək, əbədi yaşayacaq. Amin. Əziz dostlar, bundan gözəl bir vəd olarmı? Biz İsa'ya gəlib, kəlamı oxuyub və İsa'da ümidlə, imanla durmağımızın, bu imanda hər bir çətinliyə, zorluqlara dözərək durmağımızın bir səbəbi var. Əsas bir səbəbi var. O da ölümsüzlük naminə, əbədi həyat naminə. Tanrı bizə ən gözəl vədini verdi, ən gözəl. Bir canlı üçün bundan gözəl bir vəd ola bilməz, əziz dostlar. Ölməyəcəm, əbədi yaşayacağım. Və bizi ayaqda gəzdirən ruhdur. Bədən isə torpaqdan yaranıb torpağa gedəcək. Əziz dostlar, ruhumuz bədəndən çıxanda onsuz da bu bədən heç kəsə lazım olmur. Və bizim ruhumuz əbədiyyən Rəbbimizin göylərdə yanında olacaq. Bu sevincimizi hər kəslə paylaşmağımızı, yəni Tanrı da bizdən istədi. Və dedi ki, o axırıncı gün göylərə qalxarkən öz tələbələrinə dedi ki, gedin bütün dünyaya, mənim müjdəmi yayın, xilasa gətirin insanları və ata, oğul, müqəddəs ruh naminə vəftiz edin. Bizim də bu dünyada yaşamağımız, yəni mənası, mənim missiyamız bu sevinci paylaşmaqdır. Və bizə baxan hər kəs bilməlidir, deməlidir, bu sözləri deməlidir. Baxın, məsihçilər, sevinc içində yaşayanlar və bu sevinci öz yaxınları və dostları ilə paylaşanlar. Biz bu dünyanın işığıyıq, nuruyuq. Baxın, bizim nurumuz budur, bizim işığımız budur. Biz bir topluluğa, bir yığıncağa, bir insanlar olan yerə düşərkən üzərimizdəki işıq nur belə paylanmalıdır, belə yayılmalıdır. Ağzımızdan
gözəl sözlər, incilər tökülməlidir. Və biz elə bir sözlərlə, insanlarla danışmalıyıq ki, həmin sözlər ümid versin, imanı möhkəmləndirsin, ümid versin insanlara, sevinç gətirsin insanlara. Və bu yolda Rəbb hər birimizə bol-bol xeyir, dua və bərəkət versin İsa Məsihin adıyla. Tanrımız ucadır, Tanrımız böyükdür, yəni çox böyükdür, hər yerdədir. Onun böyüklüyünün də bir sərhədi yoxdur, sərhədsiz böyükdür. Biz onun ovucunun içindəyik, o hər yerdədir. Yəni bizi saxlayan odur. Yəni biz Rəbbi görmək üçün çox uzaqlara getmək lazım deyil. Rəbb yanımızdadır. Biz onun əhatəsinin içindəyik, əziz dostlar. Onun içində Rəbbi görmək üçün, baxın, Rəbblə danışmaq üçün yetər ki, bu kitabı tamlıqda, Bibliyanı, 66 kitabı oxuyaq və 66 kitabın içindəki o bir kəlamlara diqqət nəzər yetirək və Tanrının bizlər üçün qoyduğu, yəni 9 ənam var.